Toyota heç vaxt xarab olmur deyimi ilə razısınız? Təbii ki, hər bir avtomobil kimi Toyota da bir gün xarab olur. Amma digər avtomobillərə nisbətən daha nadir hallarda. Bəs Toyota'nı bu qədər dözümlü eləyən səbəb nədir? Toyota'nın istehsal fəlsəfəsi keyfiyyət və minimum israf üzərində qurulub. Toyota yeni texnologiyaları dərhal avtomobillərə tətbiq eləmir. Hər yeni sistem əvvəlcə uzun müddət laboratoriyada və real şəraitdə test olunur. Bu yanaşma sayəsində avtomobillərdə nasazlıqlar daha az olur. Toyota istehsal prosesində hər detalı ciddi nəzarət altında saxlayır. Kaizen prinsipi ilə zavodlarda daimi təkmilləşdirmə aparılır. Ən kiçik qüsur aşkarlandıqda istehsal dayandırılır və hətta kütləvi şəkildə ixrac olan avtomobillər geri çağırılır. Toyota avtomobillərində istifadə olunan metal ərintiləri, süspansiyon hissələri, mühərrik və ötürmə qutusu komponentləri uzunmüddətli istifadəyə hesablanıb. Buna görə Toyota motorları və transmissiyaları təxminən 300-500 min kilometr məsafə qət eləyə bilir. Toyota hibrid avtomobillərində elektrik mühərrik əsas mühərrikə kömək eləyir. Bu, mühərrik və ötürməyə düşən yükü azaldır. Yanacaq sərfini azaldır və əyləc sisteminin aşınmasını yavaşladır. Hibrid batareyalarsa təxminən 8-15 il xidmət eləyə bilir. Toyota avtomobilləri texniki xidmət baxımından sadədir, ehtiyat hissələri əlçatandır və avtomobili uzun illər yaxşı vəziyyətdə saxlamaq mümkündür. Bu da avtomobilin ömrünü əhəmiyyətli dərəcədə artırır.